Karbohidratlarda var oksigen, karbon, bir də hidrogen. Azot bir dənə zivallarda olur. Yağlarla karbohidratlarda eyni olacaq. Hidrojen, karbon, azot. Bax, azot bir dənə zivallarda olacaq. Yağlarda kimi olacaq? Karbon, oksigen, bir də hidrogen. Əmin 6-cı sualda davam elə. İzotoplar soruşur. İzotoplar protonlar sayı eyni olanlardır. Proton tapmaq üçün kütle ədədindən neytron sayı çıxmalıyıq. Aha. Birincidə neçə proton olar? 16, ikincidə 17. Aha. Yağlarda fos. 16. Ayaz bilir. Yağlarda nə olur? Hansı elementlər olur? Denən Ayaz. Oksigen, Karbon. Karbon, hidrogen, oksigen. Aha. Əminə tapdın cavabı. X-dən Z. Sonra 7-ci sual. Yazmışam. Yazıbsan. 8-ci sual yazıbsan. Yazmışam. Hə, yazıbsan. Çevirə bilsək. Yox, karbon, oksigen, hidrogen. Burada nə deyir Əminə? X-i müəyyən etmək. Protonunu necə verib? 13. Baxaq görə nə istəyir bizdən? Yəni burada şəkil olaraq istəyirdi. Hə, 13, yuxarısı da 27, bəli. Bəli. Alüminium yox, deyirdim, 1 qramından 3 kilometr sap çəkmək olur. Nə? Qızıl. Xlor nəyin içədir? Xlor, səndən sualda nə istəyir xlorla bağlı? Xlor və ozonun tətbiqi haqqında məlumat. Birinci bölmənin sonundadır, bax. Açdım. Birinci bölməni aç. Bu bölməni aç. Bunun sonu. Bunun sonu. Bax, burada yazılır. Aç sözün tap cavabını. Yazdı Rövşən. Bitirdin hamısını. Biraz da bax, zəngimizin vaxtına var olsa. Azotu çatılır. Yox. Azotun ayağına neçə yazırıq? En neçə? Enin ayağına neçə yazılmalıdır? En 2-dən. Əyləşir Rövşən. Yaza bilirsən qalanların Əminə? Bizə qaldı.